Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Hörmətli qardaşlar və bacılar. Dünyanın ən şəfqətli insanı, aləmlərə rəhmət olaraq göndərilən Həzrəti Mühəmmədin sallallahu aleyhi və səlləmin ən böyük xoşbəxtliyi nə idi, bilirsinizmi? O, kainatın rəhbəri olsa da, evə girəndə dizləri üstünə çöküb, nəvələrini kürəyinə mindirən, onları öpüb qoxlayan bir baba idi. Bir çoxumuz İmam Həsən və İmam Hüseynin adlarını hər zaman ehtiramla anırıq. Bəs Peyğəmbər ocağında böyüyən digər nəvələr haqqında nə bilirik? Allah Rəsulunun namaz qılarkən çiynindən düşürmədiyi o kiçik qız uşağı kim idi? Və ya Peyğəmbərimizin həm atasının, həm də vəfat etmiş oğlunun adını daşıyan, lakin cəmi 6 yaşında dünyadan köçən nəvəsi. Bugün biz sadəcə adları deyil, həm də bir babanın sonsuz sevgisini və İslam tarixinin ən nurlu nəslini danışacağıq. Əgər siz də Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin nəsil ağacını daha yaxından tanımaq və o müqəddəs sevginin şahidi olmaq istəyirsinizsə, sona qədər bizimlə qalın. Çünki bu videoda hər bir müsəlmanın bilməsi vacib olan gizli qalmış xatirələr var. İmam Həsən və İmam Hüseyin. Siyahımızın başında Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin dünyadakı iki reyhanım dediyi xanım Fatimə və Həzrəti Əlinin nurlu övladları İmam Həsən və İmam Hüseyin gəlir. Peyğəmbərimiz onları o qədər çox sevirdi ki, onlar kürəyinə çıxanda namazda səcdəsini uzadar, minbərdə xütbə oxuyarkən onların gəldiyini görüb aşağı düşər və onları qucaqlayardı. Onlar sadəcə nəvə deyil, həm də Peyğəmbər nəslini qiyamətə qədər davam etdirəcək mübarək zəncirin ilk halqaları idi. Gəlin əvvəlcə bu nurlu zəncirin ilk halqasına, Həzrəti Həsənə nəzər salaq. O, hicrətin 3-cü ilində, mübarək Ramazan ayında Mədinəyə ilk bahar sevincini gətirdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onu qucağına alanda üzündəki nurun babasına nə qədər çox bənzədiyini görənlər heyrətlərini gizlədə bilmirdilər. Allah Rəsulu onun haqqında belə buyurmuşdu. Bu nəvəm bir seyyiddir, ağadır və Allah onun vasitəsilə müsəlmanların iki böyük qrupunu barışdıracaq. Həqiqətən də illər sonra o babasının bu sözlərini doğruldacaq, minlərlə insanın qanının tökülməməsi üçün böyük bir fədakarlıqla sülhə imza atacaqdı. Ömrü boyu səxavəti ilə tanınan Həzrəti Həsən, hicrətin 50-ci ilində Mədinədə şəhadət şərbətini içdi və Cənnətül-Bəqi qəbirstanlığında dəfn olundu. Hicrətin 4-cü ilində İslam tarixinin ən vüqarlı qəhrəmanı Həzrəti Hüseyin dünyaya göz açdı. Peyğəmbərimiz onun üçün Hüseyin məndəndir, mən də Hüseyinnənəm. Allah Hüseyini sevəni sevər buyurmuşdu. Bu elə bir mənəvi bağlılıq idi ki, bir gün Peyğəmbərimiz namazda səcdə edərkən balaca Hüseyin onun kürəyinə çıxmış, o isə nəvəsi inciməsin deyə dəqiqələrlə səcdədən qalxmamışdı. Lakin bu sevgi dolu günlərin arxasında böyük bir imtahan gizlənirdi. Babasının vəfatından illər sonra, hicrətin 61-ci ilində İmam Hüseyin haqqı qorumaq üçün Kərbəlada misilsiz bir qəhrəmanlıq dastanı yazdı. Onun mübarək məzarı bugün İraqın Kərbəla şəhərində milyonlarla insanın ziyarətgahıdır. Onun nəsli isə oğlu İmam Əli Zeynalabidin vasitəsilə bütün dünyaya yayıldı. Peyğəmbər şəfqətinin nişanəsi Ümamə binti Əbul-As. Bir çoxumuzun bəlkə də adını az eşitdiyi, lakin Allah Rəsulunun həyatında çox özəl yeri olan bir nəvə. Ümamə. O, Peyğəmbərimizin ən böyük qızı Həzrəti Zeynəbin övladı idi. Rəvayət edilir ki, Allah Rəsulu namaz qılarkən Ümamə gəlib onun boynuna sarılar, Peyğəmbərimiz isə namazını pozmadan onu qucağına alar, rükuya gedəndə yerə qoyar, qalxanda isə təkrar çiyninə qaldırardı. Bu, İslamın uşaq sevgisinə verdiyi ən böyük dərslərdən biridir. Hətta bir dəfə Peyğəmbərimizə çox qiymətli bir boyunbağlıq hədiyyə olunmuşdu. O, ətrafındakılara buyurdu.
Bunu ailəmin mənə ən sevimli olanına verəcəyəm. Hər kəs bu hədiyyənin xanımlarından birinə veriləcəyini gözləyərkən, Allah Rəsulu boyunbağlığı kiçik nəvəsi Ümamənin boynuna taxdı. Ümamə böyüdükdən sonra İslam tarixinin digər böyük şəxsiyyəti ilə ailə qurdu. Xanım Fatimənin vəfatından öncə etdiyi vəsiyyətə əsasən Ümamə binti Əbul-As Həzrəti Əli ilə evləndi. Bu izdivacdan Mühəmməd və ya bəzi qaynaqlara görə Salih adlı bir oğlu dünyaya gəldi. Ümamə babasının vəfatından sonra da o uca ailənin bir parçası kimi yaşadı və mübarək ömrünü Mədinədə tamamladı. Kiçik yaşda imtahan, Abdullah ibn Osman. Peyğəmbərimizin xanım Ruqayya və Həzrəti Osmandan olan nəvəsi Abdullah. Ona Peyğəmbərimizin vəfat etmiş oğlunun və atasının adı verilmişdi. Lakin Abdullah cəmi 6 yaşındaykən bir xəstəlik və ya qəza nəticəsində vəfat etdi. Onun dəfni zamanı Peyğəmbərimizin, yəni sallallahu aleyhi və səlləmin göz yaşları içində nəvəsini qəbrə qoyması bir babanın qəlbinin nə qədər kövrək olduğunu bizlərə göstərir. Abdullah hicrətdən 2 il öncə Həbəşistanda dünyaya gəlmişdi. Həzrəti Osman məhz bu nəvənin doğulmasından sonra Əbu Abdullah, Abdullahın atası künyəsi ilə tanınmağa başlandı. Lakin balaca Abdullahın ömrü çox qısa oldu. Hicrətin 4-cü ilində hələ 6 yaşında bir uşaq ikən ağır bir xəstəliyə yaxalandığı rəvayət edilir. Abdullahın vəfatı Peyğəmbər ocağına böyük kədər gətirdi. Onun dəfni zamanı yaşananlar isə hər kəsi duyğulandırmışdı. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nəvəsinin kiçik bədənini öz mübarək əlləri ilə qəbrə qoyarkən göz yaşlarını saxlaya bilmirdi. O, bu kədərli anlarda belə bizə səbrin ən böyük dərsini verirdi. Səhabələr onun ağladığını gördükdə Peyğəmbərimiz belə buyurdu: "Şübhəsiz ki, bu bir mərhəmətdir. Allah öz bəndələrindən ancaq mərhəmətli olanlara rəhm edər." Abdullah Mədinədəki Cənnətül Bəqi qəbristanlığında babasının digər ailə üzvlərinin yanında dəfn olundu. Onun qısa ömrü bizlərə xatırladır ki, dünya həyatı müvəqqətidir və hətta peyğəmbərlər belə ən əzizlərinin itkisi ilə sınağa çəkilirlər. Xanım Fatimənin qız övladları Həzrəti Zeynəb və Ümmü Gülsüm, xüsusilə xanım Zeynəb, sonralar İslam tarixində səbrin və cəsarətin simvoluna çevriləcəkdi. Onlar babalarından aldığı tərbiyə ilə İslam qadınının ucalığını dünyaya nümayiş etdirdilər. Xanım Fatimə və Həzrəti Əlinin qız övladları olan Zeynəb və Ümmü Gülsüm Peyğəmbər ocağının iffət və cəsarət qalaları idilər. Böyük nəvə Həzrəti Zeynəb hicrətin 5-ci və ya 6-cı ilində dünyaya göz açdı. Adını şəxsən babası Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qoymuşdu. O, uşaq ikən babasının dizləri üstündə böyümüş, onun elmindən və şəfqətindən bəhrələnmişdi. Həzrəti Zeynəbin həyatı İslam tarixinin ən böyük fədakarlıq dastanlarından biridir. O, Kərbəla çölündə qardaşı İmam Hüseynin yanında sarsılmaz bir dağ kimi dayandı. Hər kəsin qorxudan sustuğu bir məqamda, zalım Yezidin sarayında etdiyi o məşhur çıxışı ilə haqqın səsini dünyaya duyurdu. Tarixçilər deyirlər ki, Həzrəti Zeynəb danışanda sanki atası Həzrəti Əlinin səsi eşidilirdi. Xanım Zeynəb hicrətin 62-ci ilində vəfat etdi. Bugün Dəmişqdəki mübarək məzarı milyonların ziyarətgahıdır. Kiçik bacı Ümmü Gülsüm isə bacısı Zeynəblə çiyin-çiyinə verərək Əhl-i Beytin ağır günlərində böyük mətanət nümayiş etdirdi. O, hicrətin 9-cu ilində doğulmuşdu. Babasının vəfatından sonra atasının ən böyük mənəvi dayağı oldu. Ümmü Gülsüm də Kərbəla hadisələrinin canlı şahidi olmuş, əsirlik günlərində ailənin iffətini və vüqarını qorumuşdur. O, hicrətin 61-ci ilində bəzi rəvayətlərə görə Kərbəla müsibətindən az sonra Mədinədə vəfat etmiş və Cənnətül Bəqi qəbristanlığında dəfn olunmuşdur. 5. Az bilinən digər nəvələr Əli və Möhsün.
Siyahımızı Həzrət Zeynəbin digər oğlu Əli və xanım Fatimənin hələ bətində və ya çox kiçik yaşda vəfat edən oğlu Möhsin ilə tamamlayırıq. Hər iki nəvə Peyğəmbər ocağının qısa müddətli qonaqları olsalar da, onların xatirəsi İslam tarixində hər zaman yaşadılmışdır. Həzrət Zeynəbin oğlu Əli, babasının Məkkənin fəthi günü öz dəvəsinin tərkinə mindirəcək qədər çox sevdiyi bir nəvə idi. O, babasının şərəfinə və ailənin böyük rəhbəri Həzrət Əlinin adına uyğun olaraq bu adı daşıyırdı. Lakin kiçik Əli hələ yeniyetməlik yaşına çatmadan babasının sağlığında dünyasını dəyişdi. O, Məkkə torpağında İslamın ilk hüzünlü xatirələrindən biri kimi daldı. Və nəhayət, adı çox zaman kədərlə anılan Möhsün. Bir çox mənbələrdə onun xanım Fatimənin bətnində ikən və ya doğulduqdan dərhal sonra vəfat etdiyi qeyd olunur. Burada maraqlı bir sual yaranır. Əgər Möhsün dünyaya gəlməyibsə, adı necə məlum idi? İslam tarixinə görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hələ nəvələri doğulmadan onların adlarını düşünərdi. Rəvayət edilir ki, Allah Rəsulu Həzrət Əliyə müraciətlə Həsən, Hüseyn və Möhsün adlarını mənə Cəbrail aleyhissələm gətirdi buyurmuşdur. Dəyərli izləyicilər, gördüyünüz kimi Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin mübarək nəvələri sadəcə bir nəsil deyil, hər biri bir əxlaq məktəbi, bir səbir dastanının qəhrəmanlarıdır. Həsənin sülhü, Hüseynin vüqarı, Zeynəbin cəsarəti və balaca Abdullahın kədərli hekayəsi bizlərə bir həqiqəti pıçıldayır. Həyat sınaqlarla doludur, lakin bu sınaqlardan uca bir imanla keçmək mümkündür. Allah Rəsulu sallallahu aleyhi və səlləm bizə təkcə bir din deyil, həm də ailəni, uşağı və nəvəni necə sevməyin, onlara necə dəyər verməyin ən gözəl nümunəsini miras qoyub. Ümid edirik ki, bu video vasitəsilə o nurlu ocağın hər bir üzvünü biraz daha yaxından tanıya bildiniz. Allah hər birimizi o mübarək nəslin şəfayətindən məhrum etməsin və qəlbimizi onların sevgisi ilə doldursun. Videomuzu bəyənməyi, fikirlərinizi rəylərdə bölüşməyi və kanalımıza abunə olaraq bu xeyirli işdə bizə dəstək olmağı unutmayın. Bir sonraki videomuzda görüşənədək Allahın səlamı, rəhməti və bərəkəti üzərinizə olsun. Salamat qalın.